sülh danışıqlarından da söz açacağıq ki, bütün bu istiqamətləri Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirəyə çıxaracaq. Natiq bəy, hər vaxtınız xeyir olsun, xoş gördük sizi. Hər vaxtınız xeyir, xoş gördük. Natiq bəy, birinci elə bu xəbərdən başlayaq, çünki səhər saatlarından etibarən yeni görüntülər paylaşılır və az deyil əslində 60-70 maskalı şəxsin Meriyanın binasına daxil olması, orada meri bu şəkildə yerə yıxaraq qandallaması, yəni prosesin nöqtələrinə, bəzi detallarına baxanda vəziyyət daha kritik görünür. Əslində Paşinyan bu qədər birdən sərt addım atmaqla prosesi tələsdirmə, tezləşdirmək istəyir, yoxsa biraz da göz qorxutmaq məqsədi var burada? Ermənistanda son həftələr baş verən hadisələr, hətta son aylar baş verən hadisələrin bircə izahı var. Gələn ilki seçkilərə hazırlıq. Və bütün kontekstə baxdıqda həm erməni kilsəsi ilə bağlı olan proseslər, həm bundan öncə Karapetyanın həbsi saxlanılması və indi də onun bir ay yenidən uzadıldı onun həbs müddəti, həm bugün Gümrük meriyasında keçirilən əməliyyatlar 26-cı ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərindən öncə baş verən hadisələr kontekstində baxmaq lazımdır. Seçkilərə hazırlaşır Ermənistan və Ermənistanın indiki rəhbərliyi də seçkilərdə yarana biləcək problemləri öncədən bərtaraf eləyərək, öncədən hətta etiraz yarada biləcək addımlar ataraq cəmiyyətin etiraz nəbzini də yoxlayır. Yəni yoxlayır ki, nə dərəcəyə qədər dözə bilərlərmi? Yəni seçkidən öncə bu addımların atılması seçkilərə əhalinin belə deyək də müdaxilələrini və yaxud da etirazlarını artıra bilərdi. İndi seçkiyə hələ ki bir neçə ay var, ən azından bir 10 ay, 11 ay var. Buna görə də indidən bu addımın atılması ona gətirib çıxardacaq ki, cəmiyyətdə olan etiraz potensialını Paşinyan komandası ölçə biləcək. Və ölçülükdən sonra, bu ölçüyə gəldikdən sonra seçkilər zamanı hansı strategiyanın, addımların atılması ilə bağlı komandanın yəqin ki bir qərarı olacaq. Amma təbii ki, bu yaxınlarda bələdiyyə seçkiləri olmuşdu, mer seçkiləri olmuşdu Gömrüdə və xatırlayaq ki, Paşinyanın komandası uduzmuşdu. Çox qısa bir fərqlə də olsa uduzmuşdu. İndi sanki həmin o seçkilərdən əldə edilməyən nəticəni bu yolla istintaq orqanları vasitəsilə Gümrük kimi böyük bir şəhərdə, Ermənistanın böyük bir şəhərində öz belə deyək, tərəfdarlarının yenidən bu yolla şəhər idarəçiliyini ələ keçirməsi və yaxud da əldə etməsi ilə bağlı addımların atılmasını görürük. Natiq bəy, deyirsiniz ki, biraz da nəbz yoxlama məsələsidir bu, amma elə özünüz də vurğuladığınız kimi bundan əvvəl çox belə etiraz aksiyaları olub. Hətta biz Qalstanyan aksiyalarından bugünə qədər ard-arda silsilə belə etirazların şahidi olmuşuq. Paşinyan onların bəzilərində kifayət qədər yumşaq davranıb, amma son vaxtlarda bir-bir bu kilsə nümayəndələrini, keşişləri həbs etdikcə sanki görür ki, bir o qədər də sərt reaksiya yoxdur. Amma kilsə gözdən düşüb axı, belə merlərin, vəzifəli şəxslərin yavaş-yavaş həbs olunması Paşinyanın birdən-birə daha ciddi bir etiraz kütləsi ilə, etirazçı kütləsi ilə qarşı-qarşıya gəlməsindən nəticələnməzmi? Belə bir ehtimal var təbii ki, amma bu seçkilərdən öncə olsa daha idarə olunmaz bir prosesdə çevrilə bilərdi. Seçkilərdən öncə haradakı etiraz və belə deyək də müqavimət mərkəzləri var. O mərkəzlərlə bağlı addımların atılması Paşinyanın seçkiləri daha rahat getməsinə səbəb olacaq məncə. Və kilsə ilə bağlı siz doğru vurğuladınız və hamı belə bir gözlənti ən azından formalaşmışdı ki, Ermənistan kilsəsi həddindən artıq güclüdür, cəmiyyətdə güclü dayaqları var və kilsəyə qarşı atılan addımlar çox böyük etirazlara səbəb olacaq. Amma olmadı. Niyə olmadı? Çünki Ermənistan cəmiyyətində belə bir fikir də formalaşıb ki, Ermənistan kilsəsi daha çox Rusiya bağlıdır. Və Rusiyadan gələn hansısa bir əmrləri və yaxud da göstərişləri yerinə yetirilir. Və buna görə də Rusiya bağlı olan istənilən siyasi, ictimai qüvvələrin Ermənistan cəmiyyətində dayağının olmadığı bir daha üzə çıxır. İndi mən əminəm ki, bu mer hadisələri bu zamanda Ermənistanın hakimiyyətə, hökumətə yaxın media qurumları onun Rusiya ilə əlaqələri, Rusiya bağlı olan partiyalarla əlaqələri ilə bağlı da yaxın zamanlarda ciddi bir informasiya, belə deyək, axıntısı olacaq. Çünki Ermənistan cəmiyyətində yaranmış çox maraqlı bir situasiya var. Paşinyandan xoşu gəlməyən bir kütlə də var, təbii ki var. Amma bu kütlənin alternativin ancaq ruspərəst qüvvələrin olduğunu görərək, yəni Avrointeqrasiya sevgisində olan insanlar məcburən Paşinyanı seçirlər. Bəli, deyirlər ki, yaxşı, Paşinyanı bəyənməsək də, amma onun alternativi daha pisdir. Ona görə də, bax, bu seçkilərdən öncə belə nöqtə atışlarla
gələcəkdə yarana biləcək müqavimət ocaqlarını indidən söndürməyə çalışır və mənə elə gəlir ki, Paşinyanın bu taktikası seçkilərdə müəyyən dərəcədə ciddi dividend gətirəcək ona. Natiq bəy, Rusiyanın mümkün müdaxilə imkanlarından danışdınız. Aydın məsələdir ki, hazırda Paşinyan da bütün bunları öz hesablarına qatır və Rusiya ilə biraz yumşaq davranmağa çalışır. Çox da ritorikasını sərtləşdirmir və yaxud da zaman-zaman hansısa politoloqların dediyi fikirləri biz Paşinyanın dilindən eşitmirik. Əksinə elə bir müddət öncə Düşənbəyə getdi, orada müzakirələr də aparıldı. Ondan öncə də Moskvaya getmişdi. Hətta gözlənilməz halda bu görüşlə bağlı da detallar danışıldı. Yəni Paşinyan biraz daha yumuşaq davranmağa çalışır ki, Rusiyanı çox da qəzəbləndirməsin. Bəs Rusiya bunun fərqindədirmi və yaxud da Rusiya bütün bunları nəzərə alırmı, yoxsa digər tərəfdən maşın öz işini görür? Bilirsiniz, burada çox bucaqlı bir vəziyyət yaranıb. Rusiya üçün bugün Ermənistan prioritet deyil. Bu açıq şəkildə görünür. Çünki Ukraynadakı yaranmış vəziyyət, müharibə ətrafında yaranmış vəziyyət Rusiyanın bütün diqqətini, resurslarını, imkanlarını bu müharibəyə yönləndirməyə vadar edir. Və Paşinyanın atdığı addımların siyasi tərcüməsi də ondan ibarətdir ki, sanki Putinə və Rusiyaya bir mesaj verir ki, siz Ermənistandan nə gözləyirsünüzsə, biz onları etməyə hazırıq. Sizin yeni qüvvələr, yeni insanlar axtarışınıza ehtiyacınız yoxdur. Halbuki doğrudan da ticarət dövriyyəsi son illər kifayət qədər sürətlə artır və heç kimə artıq sir deyil ki, Ermənistan Rusiyanın bəzi sanksiyalardan yan keçməyə kömək edən mərkəz rolunda oynayır. Təkrar ixrac məsələsi. Əlbəttə, ən azından məsələn qiymətli daşqaş və qızıl ixracatına baxanda aydın məsələdir ki, Ermənistanda o qədər qiymətli daşqaş və qızıl yoxdur. Amma Rusiyanın bu sahəyə də qadağalarının Avropa Birliyinin növbəti sanksiya paketlərində olduğunu nəzərə alaraq Ermənistan üzərindən qiymətli daşqaşların və qızılın ixracatı həyata keçirilir. Ən böyük alıcı da Belçikanın Debis şirkətidir. Bunu hamı bilir. Yəni heç kim də belə deyək də bununla bağlı etiraz eləmir. Çünki Avropaya da lazımdır, amma birbaşa Rusiyadan ala bilmir. Ermənistan vasitəsilə alır və Ermənistan da bu rolu məmnuniyyətlə oynayır və Rusiyanı da hələlik bu qane eləyir. Rusiyanın analitiklərini və Kremlin belə deyək də siyasi mühəndisləri görürlər ki, açıq şəkildə Ermənistanda hansısa siyasi partiyanı dəstəkləsələr, cəmiyyət tərəfindən bu xoş qarşılanmır. Cəmiyyət, Ermənistan cəmiyyəti son proseslərdə Rusiyanı daha çox günahlandırırlar. İstəyir Azərbaycanın qələbəsi ilə bitən bizim suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa etdiyimiz şərəfli 44 günlük müharibə olsun, istəyir antiterror əməliyyatı olsun 23-cü ildə. Bunların günahını həm də Rusiyaya yükləyir. Bizi qorumadınız aspektindən. Bəli, ona görə də Rusiya bilir ki, bugün Paşinyana alternativ hansı qüvvə çıxa bilər? Ruspərəst qüvvə çıxa bilmirsə, daha qərbpərəst qüvvə çıxa bilər. Və Putin də burada və Kreml analitikləri də fikirləşirlər ki, artıq Paşinyanla üz-gözləri öyrəşib necə deyərlər. Paşinyanın alternativi daha sərt anti-Rusiya qüvvələri ola bilər. Və bunun qarşısını almaqdan ötürü elə Paşinyana da dəstək verməkdə məncə davam edəcəklər. Natiq bəy, çox önəmli detala toxundunuz. Deyirsiniz ki, Paşinyanın alternativi daha sərt anti-Rusiya ritorikasından çıxış eləyə biləcək şəxs olacaq. Ancaq bilirik ki, onsuz da Paşinyanın yumşaq davranmasının səbəbi də ən azından hakimiyyətdə qala bilim istəyidir. Düzdür, daha çox dəstəyi qərbdən alır, amma Rusiyanı da dediyimiz kimi çox da qıcıqlandırmamağa çalışır. Elə bir namizəd ola bilərmi ki, Rusiya ilə bu dərəcədə sərt ritorika ilə çıxış etsin ki, Paşinyan indi onu bacarmır? Məncə hələ ki, səhnədə elə insanlar görünmür. Bəzi marginal qruplar var, məsələn, avrointeqrasiyanı daha sərt şəkildə tələb eləyən, Rusiyanın hərbi bazalarının oradan çıxarılmasını tələb eləyən, sərhədlərdən Rusiya qoşunlarının tamamilə çıxarılmasını, Ermənistanın sərhədlərini bilirsiniz ki, hələ də Rusiya qoşunları qoruyur, Rusiya xüsusi xidmət orqanları qoruyur, çıxarılmasını tələb eləyən qüvvələr var. Daha çox gənclərdir, daha çox QET sektorundan, sivil toplum sektorundan gələn insanlardır, amma onların oturuşmuş bir strukturu yoxdur. Onlar hələ ki partiya kimi formalaşmayıblar, cəmiyyətdə çox ciddi, belə şəxs olaraq bəziləri tanınır, amma belə ciddi siyasi fiqur kimi qəbul olunmurlar. Bəzilərinin fikri populist səslənir, sanki həddindən artıq avrointeqrasiya. Bunun da yerinə yetirilməsi məsələsində də problem var. Əgər siz hansısa bir irad irəli sürürsünüzsə, tələb irəli sürürsünüzsə, cəmiyyətdən də sizə əks sual gəlir ki, yaxşı, siz daha çox avrointeqrasiya istəyirsinizsə, bunun yolları nədir? Bunun yolu Rusiya ilə münasibətlərin tamamilə korlanmasıdırsa, bizim iqtisadiyyatımız böyük ölçüdə Rusiyaya bağlıdır. Onun axırı necə olacaq? İnsanlar necə dolanacaq? Bugün bilirsiniz ki, Rusiya Ermənistan iqtisadiyyatında hegemondur. Hələ də hegemondur. 70%
Ermənistanın böyük şirkətlərində ya birbaşa Rusiya şirkətləridir, ya da orada iştirak payları var. Yəni bundan başqa dəmir yolları Rusiyanın nəzarətindədir. Elektrik enerjisi istehsalı və paylanması, qaz şirkətinin istehsalı və paylanması, bütün bunlar Rus şirkətlərinin əlindədir. Mobil rabitə, böyük banklar. Ona görə də bu anti-Rusiya əhval-ruhiyyəsində olan cəmiyyətin böyük bir qisminə baxmayaraq, daha kəskin anti-Rusiya mövqeyini də hələ ki cəmiyyət qəbul eləmir. Ona görə də seçkilərə də çox az zaman qalıb, bir neçə ay qalıb dediyim kimi. Bu müddət ərzində hansı ciddi bir qərb yönümlü yeni bir partiyanın, yeni bir siyasətçinin ortaya çıxması hələlik o qədər də inandırıcı görünmür. Natiq bəy, yeni görüntülərimiz var Gümrüdəki etirazlarla bağlı. O görüntüləri tamaşaçılarımıza təqdim edək, daha sonra müzakirəmizi davam etdirəcəyik. Bəli, az öncə bir qism görüntünü təqdim etmişdik və polis müdaxilə etmək məcburiyyətində qalıb. Və Gümrüdə 102-ci hərbi bazanın olması da sanki o ərazini biraz da strateji baxımdan fərqli bir müstəviyə gətirir, fərqli bir simvolik də mənası olur. Gümrüdə bu proseslərin baş verməsi əslində nə deməkdir? Bilirsiniz, mən bacardıqca izləməyə çalışırdım bələdiyyə seçkilərini, munisipal seçkiləri Gümrüdə. Orada indiki merin, hansı ki ən azından saxlanılıb, indi həbs olunub olunmayacağı bilinmir, amma saxlanıldığı görüntüləri artıq var. Onun qalib gəlməsində Rusiya hərbi bazasında çalışan insanların ailələrinin ciddi rolu oldu. Yəni o, Rusiya ilə daha yumuşaq münasibətlərin tərəfdarı idi, hərbi bazanın orada qalmasının tərəfdarı idi. Niyə qalmasının tərəfdarı idi? Həm də ona görə doğrudan da Gümrüdəki hərbi baza iş yeri yaradan bir obyektə çevrildi. Əslində orada kiçik zabit heyəti çoxu etnik ermənilərdən ibarətdir. Həmin bazaya qulluq eləyən, məsələn, catering şirkətləri var ki, Ermənistan şirkətləridir və yaxud da hansısa xidmət göstərən sahələr, tikinti olsun, təmir olsun, kommunal xidmətlər olsun, bu erməni şirkətləridir və erməni əhalisi, Gümrüdə yaşayan əhalinin bir çoxu orada işləyir. Və həmin merin qalib gəlməsində həmin ailələrin, həmin seçicilərin ciddi rolu olmuşdu. Mənə elə gəlir ki, bu da təsadüfü deyil və indi Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinin böyük ölçüdə yüksək olduğunu nəzərə alaraq Paşinyan bu addımı atmaqla böyük şəhərlərin birində, İrəvandan sonra ciddi şəhərlərin birində hakimiyyətin bələdiyyə seçkiləri vasitəsilə müxalifətə keçdiyini nəzərə alaraq onların əlindən almağa çalışır. Və seçkidən öncə bu çox vacibdir. Çünki ümumilikdə götürsək Ermənistanın seçici sayı çox azdır. Və 26-cı il seçkilərində hər səsin, hər şəhərin, hər kəndin özünə məxsus bir rolu olacaq. Və Ermənistanın da bir Cənubi Qafqazın, postsovet ölkələrinin belə bir ənənəsi də var da, dırnaq içində ənənəsi var təbii ki. Əgər şəhər təsərrüfatı kimin əlindədirsə, seçkilərdə o inzibati resurslardan istifadə etməklə hakimiyyətin, yəni hökumətin əleyhinə daha çox səs toplaya bilərdi. Mənə elə gəlir ki, bu əməliyyatın həm də onunla əlaqəsi var ki, gələcəkdə baş tutacaq seçkilərdə şəhər meriyası, bilirsiniz ki, Ermənistanda bələdiyyələrin ciddi bir statusu var, ciddi bir funksiyaları var, onların səlahiyyətləri var. Və bu səlahiyyətlərdən istifadə edərək, inzibati resursları cəlb edərək, elə Rusiyanın hərbi bazasında çalışan və yaxud da o həmin bazaya xidmət edən insanları, seçiciləri mobilizə etmək və Paşinyan əleyhinə olan istənilən partiya səs vermək imkanı var idi. Bu əməliyyatın əsas hədəfi dediyim kimi 26-cı il seçkilərində həmin şəhərin Paşinyan tərəfindən uduzulmamasına hesablanır. Natiq bəy, bir də Paşinyan 4-cü Respublikadan danışır və yeni konstitusiya ilə reallaşacaq bu Respublikanın əhəmiyyətini insanlara izah eləməyə cəhd göstərir. Paşinyanın reytinqi də azalır. Bilirik ki, son vaxtlarda Paşinyanın reytinqi enə-enə gedir, amma alternativin olmadığını da artıq diqqətə çatdırdınız. Bu 4-cü Respublika məsələsi, yeni konstitusiyanın qəbulu istiqamətində verilən açıqlamalar Paşinyanın xeyrinə işləyir hazırki dönəmdə yoxsa əleyhinə? Çünki konstitusiya məsələsi biraz qıcıq doğurur cəmiyyətdə. Bilirsiniz, 26-cı il seçkilərinə konstitusiya islahatları və yaxud da referendum olacaqsa seçkidən sonra olacaq. 26-cı il seçkilərinə Paşinyan bir tək şüarla gedəcək əslində, onun komandası. Bizə səs verməsəniz müharibə olunacaq. Və biz bu müharibədə yenidən uduzacağıq. Övladlarınız öləcək. Bəli.
yəni bu müharibədə bizim Azərbaycana, Türkiyəyə, bu hərbi ittifaqa cavab verə biləcək gücümüz yoxdur və bizi qoruyan müttəfiqlər də yoxdur. Doğrudan da Cənubi Qafqazda bir tək Azərbaycan həm öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməklə yanaşı, həm də bir təhlükəsizlik çətirini qura bilən, işlək bir təhlükəsizlik çətiri qura bilən yeganə ölkədir. Gürcüstan da indi axtarışdadır, təhlükəsizliklə bağlı problemlərin həllində. Ermənistan da axtarışdadır. Ona görə Avropa Birliyinə üzvlük və yaxud da Avropaya yaxınlaşmaq həm də bununla əlaqəlidir. Ona görə mən düşünürəm ki, o seçkilərdə əgər Paşinyan qalib gələ bilsə, ondan sonraki addımda referendum yolu ilə konstitusiyanın dəyişməsi daha ciddi bir konfigurasiyanın aydın şəkildə görünməsinə səbəb olacaq. Çünki bu seçkilərin uduzulması, Paşinyanın komandası tərəfindən uduzulsa, bir çox məsələlərdə yarımçıqlıq yaranacaq. Və Paşinyandan sonraki gələn komanda ilə hansı formada sülh danışıqları davam edəcək, hansı formada yeni müqavilələr bağlanacaq, hansı formada kommunikasiya xətlərinin işə düşməsi yenidən müzakirəyə açılacaq. Zamin Tramp olsa belə. Əlbəttə. Çünki istər-istəməz, əgər Paşinyan komandası uduzsa, orada hakimiyyəti formalaşdıracaq yeni komanda kiməsə arxalanmalıdır. Bu qərb olmayacaqsa yenidən Rusiya olacaq. Mən ona görə düşünürəm ki, 26-cı il seçkilərində Paşinyanın reytinginin düşməsinə baxmayaraq qalib gəlmə şansı kifayət qədər çoxdur. Həm də ona görə çoxdur ki, 20-ci il müharibəsi, Azərbaycanın apardığı vətən müharibəsi Ermənistan cəmiyyətinin və xalqının sayının az olduğunu və itkilərin daha çox olduğunu nəzərə alsa, rəsmi rəqəmlərə görə 5000-ə yaxın itki var idi, bəzi məlumatlara görə daha çoxdur. Demək olar ki, hər ailəyə təsir eləmişdi Ermənistanda. Çünki əhali də azdır da, 2 milyonluq bir ölkədir və o 5000 itkinin olması, 10 mindən çox yaralananın olması hər ailəyə təsir etmişdi və doğrudan da cəmiyyətdə anti-müharibə əhval-ruhiyyəsi kifayət qədər güclüdür. Və Paşinyan da bunu sonuna qədər istismar edib partiyasının seçkilərdə qalib gəlməsinə və bundan sonra referenduma getməsinə çalışacaq. Çünki haqlı olaraq vurğuladınız ki, indiki dövrdə referendum cəmiyyətdə qıcıq yaradır. Hətta müharibə əleyhinə olanlar belə Azərbaycanın istəyi ilə, tələbi ilə konstitusiyamız dəyişir sözünü və cümləsini həzm edə bilmirlər. Natiq bəy, bəs nə üçün Paşinyan indi bu konstitusiya məsələsini biraz kənara qoymur? Onsuz da dediyiniz kimi seçkidən sonra baş verəcək bu proseslər və seçki ilə bağlı da hazırda ipdən asılmış vəziyyətdədir. Reytinqi azalır, amma alternativi yoxdur. Hər an təhlükəli bir vəziyyət yarana bilər. Yəni heç kim bunu istisna etmir. Sui-qəsddən tutmuş, yeni alternativlərə qədər variantlar üzərindən gedilir. Paşinyan bəs bu konstitusiya məsələsini məcbur qalacaq deyə seçkidən sonra yavaş-yavaş insanların beyindən mi salmağa çalışır? Əlbəttə. Yəni, əsas məqsəd sadəcə budur. Həm də ki, konstitusiyanı o kontekstdə gündəmə gətirir ki, hər dəfə onun açıqlamalarına baxanda, yəni bu konstitusiya Ermənistanın gələcək sağ qalma, ayaqda qalma şərtidir. Həm də belə təqdim edir konstitusiyanı. Və doğrudan da, məsələn, 15 il bundan qabaq Ermənistanda bu mövzuları açmaq mümkün deyildi. Bir Ermənistanda bir hüquq müdafiəçisi var idi, Georgi Vanyan. Belə mövzuları açanda onu o vaxt Ermənistan hakimiyyəti dəlixanaya salırlar. 7 dəfə onu psix dispanserə salmışlar bu mövzuları açdığına görə. İndi Paşinyan və onun komandası rahatlıqla bu mövzuları açır. Bu o deməkdir ki, Ermənistan cəmiyyəti də artıq bu mövzuları yavaş-yavaş qəbul etməyə başlayıb. Və Paşinyan indidən bu mövzuları açmaqda məqsədi həm də ondan ibarətdir ki, seçkilərdən sonra qurulacaq yeni respublika Ermənistanın gələcək sabitliyini və müstəqilliyini, ərazi bütövlüyünü təmin edə biləcək bir respublika olacaq. Seçkidə udursaq, konstitusiyanı da qəbul etməsək, bu faktiki olaraq bir seçki həm də konstitusiya referendumuna çevriləcək məncə. Əgər bu baş tutmasa, Ermənistan bütün təhlükələrə açıq olacaq və Paşinyanın indidən bu mövzuları açmağı həm onun doğrudan da səmimi olaraq mən düşünürəm ki, bu ideyalara inanmasından irəli gəlir. Mən məsələn 2009, 2010-cu il, 2011-ci ildə onun jurnalist olduğu vaxtı məqalələr var. Bu mövzuları az da olsa toxunurdu. Yəni insanın inandığı bir yol var. Amma sonra bütünlükdə kütlənin arxasıca getməyə başladı. Yəni, sonraki dönəmlərdə artıq baş nazir seçiləndə siyasətin populizm tərəfi də vardı. İstər-istəməz özü də etiraf edir yeri gəlmişkən Natiq bəy ki, onda mən həddindən artıq vətənpərvər davranmışam. Həm də siyasətin o populizm ayağı daha çox bastı o zaman və euforiya da var idi. Yəni, bir küçədən inqilab vasitəsilə, çevriliş vasitəsilə hakimiyyətə gəlmək, seçkiləri udmaq bir euforiya əhval-ruhiyyəsi yaratmışdı. Amma 20-ci il, onun ardınca 23-cü ildəki antiterror əməliyyatı erməni cəmiyyətində və Paşinyan komandasında ayıqdı. Onlar da doğrudan da təhlükəsizliklə bağlı Ermənistanın ciddi
problemləri olduğunu görürlər. Və nə qədər qəribə səslənsə də Ermənistanın təhlükəsizliyinə gələcəkdə zəmanət verə biləcəyi ölkə Azərbaycan və Türkiyədir. Başqa heç bir nə qərbə inteqrasiya, nə Avropa Birliyinə inteqrasiya öz əmanəti vermir. Çünki Ukraynada o yolu tutmuşdu. İnteqrasiya olunurdu, Avropaya inteqrasiya olunmaq yolunda gedirdi. Amma Rusiya işğalı ilə üzbəüz qalıb və bugünə qədər çox dəhşətli bir müharibənin içindədir. Eyni şey Ermənistana da aiddir. Ermənistan gələcəkdə bu bölgədə normal şəkildə yaşamaq istəyirsə və bu yaşamaq istəyi Azərbaycan və Türkiyənin təhlükəsizlik zəmanətindən keçir. Və bunu Paşinyan komandası anlayır və bu yaxınlarda məsələn Mirzəyanın yenə Türkiyə ilə bağlı bir açıqlaması var idi ki, bizim Döyçəvəli təzə müsahibəsi. Bəli, biz yenidən danışıqlara da hazırıq. Türkiyə tərəfi də hazırdır və biz münasibətlərin normallaşdırılmasına getdikcə daha çox hazır olacağıq. Burada bir önəmli detal da var. Paşinyanın hakimiyyətdə qalması, seçkiləri udması bölgədə bir çox oyunçuların marağı çərçivəsində. Hətta nə qədər qəribə səslənsə də Rusiyanın da marağı çərçivəsindədir. Çünki dediyim kimi daha qərbpərəst deyirsiniz. Daha qərbpərəstin gəlməsi Rusiyanın maraqlarına toxunacaq. Ruspərəstin hakimiyyətə gəlməsi mümkündür. Bunun qabağı kəsilib artıq. Cəmiyyət səs vermir. Natiq bəy, yəni belə izah etsək, Ruspərəstin hazırda hakimiyyətə gəlməsi real deyil. Çünki cəmiyyət avrointeqrasiya yolunda irəliləyir. Yəni daha çox buna istiqamətlənir. Nikol Paşinyan Rusiya ilə münasibətlərini biraz yumşaq saxlamağa çalışır, amma yolumuz avrointeqrasiyadır deyir. Daha fərqli namizədin gəlməsi üçün daha sərt anti-Rusiya ritorikasından çıxış etməlidir ki, bu da hazırda real görünmür. Yəni ölkənin də maraqlarına olmalıdır. Əlbəttə, həm real görünmür, həm də istər-istəməz Rusiyanın bir, belə deyək də, xoşu gəlməyən kütlə Ermənistan cəmiyyətinin böyük bir hissəsinin Rusiya ilə alveri də var. Oradan pul qazanan da var. Rus turistindən pul qazanan var, ixracatdan pul qazanan insanlar var, bazarda çalışanlar var. Rusiyadan pul ailəsi üçün göndərilən insanlar var. Yəni istər-istəməz münasibətlərin tamamilə də korlanmasını istəmirlər. Və tamamilə korlandıqdan sonra yeni təhlükəsizlik çətiri yoxdursa və köhnə sılıq-salxaq çətir obrazı desək, sıradan çıxmış da olsa, hələlik qalıbsa, bunun əvəzinə başqası gəlmədən bunu tamamilə ortadan qaldırmaq Ermənistan cəmiyyəti və Ermənistan dövləti üçün də böyük təhlükə yaratdığını anlayırlar. Ona görə də Nikol Paşinyanı, yenə təkrarlayıram, sevməyənlər belə başqa alternativlər olmadığına görə Paşinyana yönəlməyə üstünlük təşkil edir. Natiq bəy, biz son vaxtlarda Nikol Paşinyanın Amerika Birləşmiş Ştatları prezidenti ilə davamlı şəkildə sosial şəbəkələrdə fotolar paylaşdığında görürük və seçki öncəsi Paşinyan üçün bu çox vacibdir. Hər vəcihlə də deyir ki, biz Amerika Birləşmiş Ştatları ilə birgə çalışacağıq Zəngəzur dəhlizi məsələsində, onların dili ilə desək, Tramp marşrutu məsələsində Zəngəzur dəhlizi ifadəsindən narahat olurlar deyə bildirirəm. Bu kontekstdə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın Ermənistanla bağlı müsbət söyləməsi, Paşinyanı müxtəlif tədbirlərə dəvət etməsi seçkidə ona ciddi bir üstünlük qazandırırmı? Ən azından Amerika Birləşmiş Ştatları ilə normal münasibətlərin olması o cəmiyyətdəki o qərbyönümlü kəsim və seçici üçün də önəmlidir. Və məsələn, haşiyə olaraq onu deyim ki, bu yaxınlarda, yaxın gələcəkdə Macaristanda görüş olacaq. Bilirsiniz ki, Amerika prezidenti ilə Rusiya prezidentinin. Və gələn ilin yaz aylarında Macaristanda yenə seçkidir. Mənə elə gəlir ki, bu görüşün nəticəsindən asılı olmayaraq udan tərəf Orban olacaq. Və onun partiyası olacaq. Yəni bu bir neçə ay seçkiyə qalmış, bir neçə ay belə bir mühüm bir görüşü təşkilatçısı olmaq, Trumpın onu dostu adlandırması və Trumpın ona bu qədər güvənməsi istər-istəməz. Avropadakı təzadlı nüanslara rəğmən Trump dəstəyi Macaristana üstünlük verəcəkdir. Əlbəttə, Macaristanda üstünlük verib deyə bir neçə aydan sonra baş tutan seçkilərdə bu Orban üçün çox böyük üstünlük qazandıracaq. Eyni analogiyanı Ermənistan üçün də keçərlidir və Paşinyanın komandası, ümumiyyətlə Qərb, mən belə başa düşürəm ki, seçkilərdən öncə Paşinyanı bir neçə hədiyyə dırnaq içində edəcək, yaxşı mənada. Onlardan biri, məsələn, vizasız gediş-gəliş ola bilər. Seçkilərdən öncə Ermənistan vətəndaşlarının və yaxud da asanlaşdırılmış viza, Şengen vizası alma məsələsi ola bilər ki, bu seçiciləri yenə Paşinyan ətrafında birləşməyə və səs verməyə vadar eləyəcək. Və yaxud da Amerika Birləşmiş Ştatlarından daha çox investisiyanın gəlməsi, yeni iş yerlərinin açılması ola bilər. Elə Trump marşrutu üzrə fəaliyyətin genişləndirilməsi, orada
yüzlərlə, minlərlə iş yerinin açılması kiçik ölkə olan Ermənistan iqtisadiyyatı üçün böyük bir belə deyək də üstünlük qazandıra bilər. Və mənə elə gəlir ki, seçkilərdən öncə qərb tərəfdən də Rusiyanın da susqunluğunu nəzərə alsaq, yenə təkrar bəyənməsə də, problemlər olsa da, sualları olsa da Paşinyana, amma hələlik Paşinyanla yola davam etmək daha məntiqli gəlir Rusiyaya da. Onların susqunluğu fonunda Qərbdən də bir neçə belə yaxşı hədiyyələr alan Ermənistan hökuməti, Ermənistan siyasi komandası seçkilərdə mənə elə gəlir ki, ciddi uğur qazanacaq. Natiq bəy, təşəkkürümüzü bildiririk. Minnətdarıq studiyamıza gəldiyiniz üçün. Bəli, dəyərli izləyicilərimiz, Real Partiyasının sədri Natiq Cəfərli ilə Ermənistan daxilindəki gərgin siyasi proseslərdən danışdıq.